çətindir. İmam Baqir əleyhissalam bir hədis şərifdə buyurur ki, əməldə qalmaq, əməli davam etdirmək əməlin özündən çətindir. Dedilər ki, Peyğəmbər övladı necə yəni? Deyir, insan bir məsələn yaxşılıq edər, gizlində verilən sədəqənin savabı yazılar. Sonra gedər bir yerdə onu xatırlayar. Məsələn, dostların arasında oturur, deyər ki, filan kəsin filan çətin işi vardı, onu mən həll elədim. O gizlində yazılan sədəqənin savabı pozular, aşkarda verilən sədəqənin savabı qədər savab yazılar. Sonra gedər bir yerdə də xatırlayar, yenə dilinə gətirər bu yaxşı əməlini. Aşkarda yazılan sədəqənin savabı da pozular, yerinə riya yazılar. İxlasla edilən bir əməl gəlir yavaş-yavaş, sonunda niyə çıxdı? Riya oldu. Yəni əməli saxlamaq çox çətindir. Məsələn, ola bilər ki, insan əvvəldə, bidayədə, işin başlanğıcında ixlasla eləyib. Amma onu dilə gətirməklə, ondan sonra başqa məqsədlər üçün istifadə etməklə ixlaslı əməlini zayi eləyir. İnsan ixlaslı əməlini zayi etməməlidir. Ya həsrətə alə mə fərrattu fi cəmbillah. Quran-ı Kərimdə bu ayə var ki, Allah yanında zayi etdiklərimə heyflər olsun. Ariflərimizdən biri deyir ki, bu möminlərə aid olan bir ayədir. Möminlər Allah yanındadır. Özümüzü Allah yanında hesab edirik, Allahın civarında hesab edirik, ibadətlə məşğuluq. Əgər səmimiyyətimiz olmasa, ixlasımız olmasa, bunlar riya, hamısı olsa, əməllərimiz, yaxşı əməllərimizdə riya qatqısı olsa, onda Allah yanında olan neyləmişik, zayi etmiş olarıq.